Ay, bilirəm, belə tez-tez gözləyirsiniz. Çoxlarına da bilirəm də telefonlarına SMS gəlir ki, artıq pensiya pulunuz, müavinət və sosial yardımlar var. Onlar hamısı telefondan, SMS-lə xəbərdarlıq kimi vətəndaşa gəlir. Mən inanıram ki, siz onu gözləyirsiniz ki, hansı gün bizə SMS gələcək. Bəli, ayın 10-unda da SMS sizə gələcək. Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar məhz hansı tarixdə ödəniləcək ayın 10-unda. Sevinəcəksiniz. O telefonda bir səs var. Bəzən heç səsi də olmur. Sakitcə açırsan telefonu, baxırsan ki, pul oturulub. Orada yəni bildiriş gəlir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bəli, bu barədə təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi məlumat yayılıb. İnşallah ayın 10 tarixində hansı ki Bakı, Abşeron və Sumqayıtda yaşayan bizim pensiyaçılarımız öz təqaüdlərini, daha doğrusu pensiyalarını alacaqlar.